Donald Trump İlham Əliyevi güclü lider adlandırıb. Bir çox ölkələrin, xüsusilə qərb ölkələrinin başçıları onun qarşısında baş əyirlər. Görəsən niyə? Əliyevin analogu olmayan xarici siyasətinə görə, yoxsa onların cənab Müzəffərin qara qaşına, sarı bığına aşiq olduqlarına görə? Global geosiyasət kontekstində bu kateqoriyalarla düşünən insanlar bizim prezident hamıdan ucaboydur deyib acılıqdan quruldayan mədəsinə təsəlli verən avamlardır. Bir yaxşı atalar sözü var. İtə yiyəsinə görə hörmət edərlər. Sual budur ki, bu komandayla hürüb komandayla susan itin sahibi kimdir? Sizə bir düstur verim, dərdinizə dəyər. Təbii ki, siz deyəndə mən azad düşüncəli, beyni vətənşüvənliklə formatlaşmamış, əsl vətənpərvər həmvətənlərimi nəzərdə tuturam. Əzizlər, baxın görün insanlarımızı istismar edib sərvətlərini xaricilərə satan, xalqın özünü isə bir tükə çörək balıca Rusiyanın bazarlarına tökən bu rejimi dünyada ən çox müdafiə edən qrup hansı qrupdur? Amerikada, Avropada ona ən çox dəstək verən və hakimiyyətinin sabitliyində ən çox maraqlı olan lobbistlər kimlərdir? Bir işarə verim, üzərində düşünün. Əliyev klanı ilk növbədə kimlərlə qohumluq əlaqələri qurur? Düşmənşünaslığın əslində bir sadə formulası var. Mənim vəziyyətimin pisləşdiyi halda mənə rəhbərlik edənin vəziyyəti günü-gündən yaxşılaşırsa, deməli, o mənim daxili düşmənimdir. Onu müdafiə edib, onun mənim üzərimdə hakimiyyətini bərkidən əcnəbi isə mənim xarici düşmənimdir. İnternet üzərində digər şəbəkələrdə vətəndaş X yazın və məni yenidən tapın. Mən bütün platformalarda varam, xüsusən Telegramda məni izləyin.